Salam dəyərli şagirdlər. Bugünkü dərsimiz alınma sözlər və şəkilçilər haqqında, eyni zamanda sinonimlər və antonimlər haqqında olacaq. Çox uzatmadan başlayaq dərsimizə. Alınma sözlər və şəkilçilər. Uşaqlar, dilimizdə işlənən sözlər, yəni dilimizin leksikasında həm milli sözlərimiz var. Milli sözlər deyəndə, yəni bizim öz dilimizin sözləri nəzərdə tutulur. Həm də alınma sözlər var. Alınma sözlər də biz təbii ki, dilimizdə milli sözlərimizlə bərabər işlədirik və hətta alınma sözlər bizim dilimizdə digər milli sözlərimizə elə qarışıb ki, biz onları alınma sözlərlə milli sözləri bir-birindən fərqləndirə bilmirik. Amma müəyyən xüsusiyyətlər var ki, həmin xüsusiyyətlər əsasında biz həmin xüsusiyyətlərdən istifadə edərək alınma və milli sözləri bir-birindən fərqləndirə bilirik. Ümumiyyətlə, alınma sözlər uşaqlar dilimizə nə üçün keçir, hansı səbəblərdən keçə bilir? Bu səbəblərdən birincisi qonşuluq münasibətləridir. Qonşuluq münasibətlərinə əsasən, yəni dilimizdə olan sözlərin əksəriyyəti bizim qonşu ölkələrdə olan sözlərdir. Yəni qonşu ölkələrin dillərində işlənən sözlərdir ki, biz onlarla qonşuluq münasibətləri saxlamışıq və həmin münasibətlər nəticəsində həm onların sözləri bizim dilimizdə işlənməyə başlayıb. Yəni bizim ölkədən onların ölkəsinə gedən olub və yaxud da onların ölkəsindən bizim ölkəmizə gələnlər olub. İşlə bağlı, təhsillə bağlı, hər hansısa bir səbəblərdən gəliblər və onlar bizim dildə bunu işlədiblər və yaxud da bizim ölkəmizdə olan vətəndaşlar ora gediblər, orada işləyiblər, işlə bağlı gediblər və geri qaydanda, öz ölkəmizə qaydanda dillərində həmin sözlərdən istifadə etməyə başlayıblar və onların ətrafında olan insanlar da bu sözlərdən istifadə ediblər. Eyni zamanda ətrafında digər ərazilərdə məsələn işlətməyə başlayıblar və belə-belə yayılmağa başlayıb həmin sözlər. Dilimizdə olan sözlərin işlənməsinin səbəblərindən birincisi oldu qonşuluq münasibəti. İkincisi oldu hər hansısa bir müharibə və yaxud istila ilə bağlı müharibələr. İstila ölkənin ərazisinin digər ölkə tərəfindən tutulmasına deyilir. Buna ən bariz nümunələrdən biri, məsələn, əvvəlki əsrimizdə, yaxın əsrlərdə biz Sovet İmperiyasının tərkibində olmuşuq. Bizim ərazimizi Sovet İmperiyası işğal etmişdi və biz onların tərkibində bir respublika kimi fəaliyyət göstərirdik və məcburi surətdə hər bir respublikanın, yəni Sovet İmperiyasının tərkibində olan bütün respublikalarda rus dili mütləq şəkildə keçirilirdi və hətta biz analarımızdan, nənələrimizdən, babalarımızdan məsələn baxsaq, onlar Sovet İmperiyasının dövründə yaşayıblar deyə onlar rus dilini çox yaxşı bilirlər. Təbii ki, rus dilini bilirsənsə və daha yaxşı öyrənirsənsə, istər-istəməz gündəlik məişətdə, gündəlik danışıqda o dilin sözlərindən istifadə edəcəksən. Və istifadə etdiyi müddətcə bizim dilimizə həmin sözlər daxil olacaqlar. Yəni, müharibə və istilalar nəticəsində də bizim dilimizə alınma sözlər daxil ola bilib. Eyni zamanda, elm və texnikanın inkişafı ilə bağlı olaraq da bizim dilimizə alınma sözlər keçə bilir. Məsələn, biz kompüter sözünü alınma söz kimi işlədirik. Niyə işlədirik? Çünki kompüter hansı ölkədə yaranıbsa, ümumiyyətlə, əşya, texnika hansı ölkədə yaranırsa, həmin ölkənin dilində olan sözlərlə adlandırılır o və başqa ölkələrə də gətiriləndə həmin əşya, həmin dilin sözü də istər-istəməz həmin dilə keçir. Yəni, elm və texnikanın inkişafı ilə də bizim dilimizə alınma sözlər daxil olub. Bunlara ən çox da isimlər daxildir. Niyə? Çünki əşyaların adını bildirir və əşya olaraq da hansı ölkədə həmin əşya yaradılırsa, bizim ölkəmizə də gətiriləndə həmin dildə işlənən sözlə biz onu ifadə eləyirik. Belə, alınma sözlər uşaqlar dilimizdə iki cür alınma söz var. Birincisi, aşağı hissədən yazaq bunu. Deməli, alınma sözlər iki cürdür bizim dilimizdə işlənən alınma sözlər. Birincisi, Rus-Avropa dillərindən alınma sözlərdir. İkincisi isə Ərəb-Fars dillərindən bizim dilimizə daxil olan sözlərdir. Yəni, alınma sözlərimiz iki qrupa bölünür. Bir, Rus-Avropa dillərindən bizim dilimizə daxil olan sözlər. Digəri isə Ərəb və Fars dillərindən bizim dilimizə daxil olan sözlərə deyilir. Alınma sözlərin xüsusi əlamətləri var. Bunlardan bir neçəsini sizə qeyd edəcəm. Hələ ki, bizim proqramımız aşağı siniflərə əhatə etdiyinə görə mən aşağı siniflərdə ən çox istifadə olunan alınmalıq əlamətlərini qeyd edəcəm. Bunlardan birincisi
Ahəng qanunu məsələsidir. Biz ahəng qanununu keçəndə dedik ki, uşaqlar, ahəng qanunu bizim öz milli sözlərimizi əhatə edir. Yəni, öz milli sözlərimiz ahəng qanunu tabe olmağa məcburdur. Çünki ahəng qanunu türk dillərinin dəmir qanunudur. Bizim dilimizdə işlənən sözlər ahəng qanunu əsasında formalaşırlar. Ahəng qanununa tabe olan əksər sözlər bizim öz milli sözlərimizdir. Amma hamısına bunu daxil etmirik. Çünki bəzi alınma sözlər var ki, onlar məsələn başqa dildən bizim dilimizə keçib, amma bizim dilimizin tələffüz qaydasına uyğunlaşıblar və ahəng qanununa tabe olurlar. Məsələn, bunlara nümunə kimi məsələn deyə bilərəm. Tutaq ki, vedrə sözünü. Vedrə sözü rus dilindən bizim dilimizə keçmiş sözdür. O, rus dilində vedro kimi işlənir. Vedro. Görürsünüz, rus dilində işlənməsi cəhətdən rus dilində bu vedro kimi işlənir və ahəng qanununa tabe deyil. Amma biz onu öz dilimizə gətirmişik, vedrə kimi işlətmişik və bu söz artıq bizim dilimizdə ahəng qanununa tabe olub. Yəni, ahəng qanununa tabe olan bütün sözləri biz milli söz kimi götürə bilmərik. Bəzi alınmalar ahəng qanununa tabe ola bilirlər, öz dilimizə uyğunlaşıb. Amma ahəng qanununa tabe olan əksər sözlər, əksəriyyəti bizim öz milli sözlərimizdir. Bunları yadınızda saxlayın. Eyni zamanda uşaqlar, bizim ahəng qanununa tabe olmayan milli sözlərimiz də var. Bunlar hansılardır? Bunlara aiddir ilan, işıq, işartı, ilğım, elat və s. Bu tipli sözlər, uşaqlar, bir neçə sözdür və bu sözlərin hər biri görürsünüz ki, ahəng qanununa tabe olmayan sözlərdir. Amma bizim öz milli sözlərimizdir. Bunları əzbərləsəz daha yaxşı olar. Əzbərə bilmək daha yaxşı köməyimizə çatar bizim. İkincisi, uşaqlar, səs uzanması. Səs uzanmasına keçəndə biz sizlə dedik ki, səs uzanması olan sözlər alınma sözlərdir. Bizim öz milli sözlərimizdə səs uzanması olmur. Səs uzanması əksər vaxt, uşaqlar, ərəb-fars dillərində istifadə olunur. Niyə? Çünki onlarda səs uzanmasına xüsusi yer verilir. Dilləri səs uzanmasına, necə deyim, açıq bir dildir. Ona görə biz öz dilimizdə səs uzanmasını istifadə etmədiyimiz üçün bunu biz alınmalığın göstəricisi kimi görürük. Üçüncüsü, h samiti ilə bitmə. Əgər sözlər h samiti ilə bitirlərsə, məsələn, buna Allah sözünü misal göstərə bilərik. Məsələn, ilah sözünü misal göstərə bilərik. Məsələn, əlhəmdülillah, Abdullah sözüdür. Bax, bu tipli sözlərin hər biri ərəb-fars dilindən bizim dilimizə keçmiş sözlərdir. Tərkibində, yəni sonunda h samiti işlənən sözlər görürsünüzsə, demək ki, həmin sözlər alınma sözlərdir. Dördüncü olaraq r, z və f samitləri ilə sözlərin başlamasıdır. Bunlara istisna olaraq 3 dənə söz deyəcəm sizə. Zoğ, zoğal, bir də fındıq sözləri. Fındıq. Zoğ, zoğal, fındıq sözləri istisna olmaqla, yəni bunlar bizim öz milli sözümüzdür. Bu 3 söz bizim öz milli sözümüzdür. Yerdə nə qədər söz varsa, r, z və f samitləri ilə başlayan sözlər, onların hər birini siz alınma söz kimi götürəcəksiniz. Beşinci olaraq, beşinci qaydamız, sözün tərkibində j samitinin işlənməsidir. Əgər sözün tərkibində j samitini görürsünüzsə, demək ki, həmin söz alınma sözdür. Bizim öz dilimizdə işlənən sözlərdə j samiti olmur. Məsələn, jalədir, əjdərdir, morjdur. Bu tipli sözlərin hər biri alınma söz olacaq. Yəqin ki, alınma sözlər haqqında müəyyən qədər fikrə sahib oldunuz. Bunların ümumiyyətlə alınma sözlərin və milli sözlərin bir-birindən fərqləndirilməsi qaydası çoxdur. Sadəcə olaraq ibtidai hissədə və yaxud da 5, 6, 7, 8-ci sinifə qədər bizə 5 dənə qaydanı öyrənsək, ümid edirəm ki, bu qaydaları öyrənsəz, 5 dənə qaydanı öyrənsəz, sizə hələ ki, lazım olan hissələri tapa biləcəksiniz. İnşallah 10-cu, 11-ci siniflərdə daha ətraflı şəkildə bu qaydaların hər birini keçəcəyik. Səhv eləmirəmsə 14 və yaxud da 15 dənə fərqləndirmə xüsusiyyəti var. Bunlardan sadəcə 5 dənəsini öyrənsək, bizə 8-ci sinifə qədər təxminən kifayət eləyir. Uşaqlar, şəkilçilər arasında da alınmalıq və millilik olur. Mən sizə şəkilçilərin növlərini izah etmişdim. Hansı cəhətdən biz növlərə ayırırıq şəkilçiləri.
Bunlar arasında milli və alınma şəkilçilərdən də danışacağıq bugün. Amma milli və alınma şəkilçiləri mən sizə növlər əsasında izah eləyəcəm. Birinci olaraq biz şəkilçiləri mənasına görə qruplaşdırmışdıq. Mənasına görə şəkilçilərimiz iki cür idi. Bir, leksik şəkilçilər, bir də qrammatik şəkilçilər. Yadınızda qalsın ki, uşaqlar, qrammatik şəkilçilərin hamısı milli şəkilçilərdir. Milli. Qrammatik şəkilçilərin içərisində bir dənə də olsun istisna olan alınma şəkilçimiz yoxdur. Bunu yadınızda saxlayın. Amma leksik şəkilçilər arasında həm alınmalar var, həm də millilər var. Təbii ki, millilər daha çoxdur. Amma ümumiyyətlə yadınızda qalsın ki, alınma şəkilçilər ancaq leksik şəkilçilərin içərisindədir. Qrammatik şəkilçilərin içərisində alınma şəkilçilər yoxdur. İkinci olaraq biz şəkilçiləri yazılışına görə qruplaşdırmışdıq. Yazılış əsasında. Deməli, biz yazılış əsasında 3 qrupa bölmüşdük şəkilçiləri. Bir cür yazılanlar var idi, 2 cür yazılanlar var idi, bir də 4 cür yazılan şəkilçilərimiz var idi. Uşaqlar, bir cür yazılan şəkilçilər əksəriyyəti, çoxu alınma şəkilçilərdir. Niyə? Çünki bir cür yazılan şəkilçilər ahəng qanununa tabe olmurlar. Biz də dedik ki, ahəng qanunu bizim öz dilimizin dəmir qanunudur. Biz ahəng qanununu həm kök və şəkilçi qovuşağında gözləyirik, həm də sözün özündə gözləyirik. Təbii ki, bir cür yazılan şəkilçilər ahəng qanununa çox vaxt tabe olmadıqlarına görə biz bir cür yazılan şəkilçilərin əksəriyyətini alınma şəkilçilər götürürük. Təbii ki, içərisində istisna olan 3-4 dənə milli şəkilçimiz var. Amma bu istisnalar, yəni qaydanı pozmur. Yadınızda qalsın ki, bir cür yazılan şəkilçilərin əksəriyyəti alınma şəkilçidir. 2 cür yazılanlar içərisində də alınma şəkilçilər var, amma çoxu milli şəkilçidir 2 cür yazılanların. Həmçinin 4 cür yazılan şəkilçilərin də tərkibində həm millilər var, həm də alınmalar var. Amma millilərimiz daha çoxdur. Daha sonra uşaqlar, şəkilçilərin artırılma yerinə görə biz şəkilçiləri qruplaşdırmışdıq. Artırılma yerinə görə şəkilçilərimiz sözönü şəkilçilər və sözün sonuna artırılan şəkilçilər olmaqla 2 qrupa bölünürdü. Yadınızda qalsın, sözönü şəkilçilərin hamısı, indi qeyd eləyək bunu, 3-cü qayda olaraq yazırıq da. Artırılma yerinə görə deməli, sözönü şəkilçilər idi. Bir də sözün sonuna artırılan şəkilçi. Sözün önünə artırılan şəkilçiləri bir qayda olaraq yadınızda saxlayırsınız. Bunların hamısı alınma şəkilçilərdir. Hamısı alınmadır. Bir də onu yadınızda saxlayın ki, sözönü şəkilçiləri biz alınma sözləri artırırıq. Sözönü şəkilçini hansı sözün üzərində görürsünüzsə, alınma söz götürəcəksiniz. Və yaxud da hansı sözə sözönü şəkilçi artıra bilirsinizsə, demək ki, həmin sözlər alınma sözlərdir. Üstündəki şəkilçilər də alınma şəkilçilərdir. İstisna olaraq 2 dənə sözümüz var. Dinc sözü ilə kişi sözü. Bu sözlər bizim öz milli sözlərimizdir. Amma sözönü şəkilçi qəbul edə bilirlər. Na şəkilçisini qəbul edirlər. Nadinc və nakişi sözləri var bizim dilimizdə. Na şəkilçi sözü alınma şəkilçidir. 2 dənə istisna olaraq 2 dənə bizim öz milli sözümüzə artırıla bilirlər. Yerdə qalan digər hansı sözlərin üzərində sözönü şəkilçi görürsünüzsə, həmin sözlərin özünü də, həm də şəkilçisini də alınma şəkilçi kimi götürəcəksiniz. Sona artırılan şəkilçilərin içərisində isə əksəriyyəti milli şəkilçilərdir. Amma bunların da içərisində az sayda alınma şəkilçilər var. Bu qədər uşaqlar. Yəni şəkilçilərin də alınma olması və milli olması haqqında danışdıq. Şəkilçilərin növlərinə əsasən qruplaşdırdıq. Bu cür öyrənsəz daha sizin yadınızda daha yaxşı qalacaq. Növbəti dərsimizə keçək. Növbəti dərsimiz uşaqlar sinonimlər və antonimlər haqqındadır.
Sinonimlər və antonimlərin nə olduğu haqqında ətraflı şəkildə məlumat verməyin yeri yoxdur. Çünki bilirəm ki, bilirsiniz onsuz da sinonimlər yaxın mənalı sözlərdir, antonimlər isə əks mənalı sözlərdir. Sizə əsas məqamları qeyd eləyəcəm burada. Deməli, sinonimlər dedik ki, yaxın mənalı sözlərə deyirik. Yəni, deyiliş və yazılışı fərqli, məna, yaxın. Yaxın mənalılara deyirik. Ümumiyyətlə, uşaqlar, sinonimlər bir qayda olaraq yadınızda saxlayın ki, sinonim tayların hər biri eyni nitq hissəsinə aid olmalıdır. Məsələn, uşaqlar, bax, gözəl sözünü deyirəmsə, gözəl nitq hissəsi olaraq hansı nitq hissəsidir? Sifətdir, düzdür? Gözəl sözü sifətdirsə, buna mənim tapacağım hər hansısa bir sinonim də həm yaxın mənalı olmalıdır, həm də nitq hissəsi olaraq sifət olmalıdır. Məsələn, qəşəng sözü. Qəşəng sözü necə qəşəng? Bu da olur sifət nitq hissəsi olaraq. Yəni, yaxın mənalı olmaq hələ sinonim olmaq demək deyil. Siz fikir verməlisiniz ki, yaxın mənalı olan sözlərin hər biri eyni nitq hissəsinə aid olmalıdır. Nitq hissəsi olaraq biri sifətdirsə, digər də sifət olmalıdır və yaxud da biri isimdirsə, digər də isim olmalıdır. Məsələn, tutaq ki, söz deyə bilərəm ki, bunlardan hər hansısa biri isimdir nitq hissəsi olaraq. Digər isə nitq hissəsi olaraq sifət götürülür. Məsələn, deyirəm qəm sözü nitq hissəsi olaraq nədir? İsimdir, düzdür? Bir də deyirəm ki, kədərli. Kədərli hansı nitq hissəsidir? Sifətdir. Təxminən məna cəhətdən yaxın olsalar da bunları biz sinonim götürə bilmərik. Niyə götürə bilmərik? Çünki biri isim kimidir, biri isim kimi işlənir, digər isə sifət kimi işlənir nitq hissəsi olaraq. Yəni, nitq hissələri fərqlidir. Ona görə də siz əsas olaraq diqqət edəcəyiniz məqam, eyni zamanda ən çox fikir verməli olduğunuz məqam həm eyni nitq hissəsinə aid olmalıdır, həm də məna cəhətdən uyğunluq təşkil etməlidir həmin sözlər. Bir də uşaqlar, yadınızda qalsın ki, sinonimlər, bir dəqiqə buranı silək, sinonimlər ümumiyyətlə eyni kökdən yaranmamalıdırlar. Eyni kökdən yaranmamalıdırlar. Eyni kökdən yaranmamaq nə deməkdir? Yəni, bir sözün üstünə biz şəkilçi artıraraq sinonim yarada bilmərik. Bu, ən çox ön şəkilçili və sona artırılan şəkilçisi olan sözlərə aiddir. Məsələn, deyirəm ki, bisavad, bisavad. Digər sözü də yazıram, savadsız. Bu sözlər məna cəhətdən yaxın mənalıdırlar. Amma bunların hər ikisi savad sözündən yaranıb. Köklərində hər ikisinin savad sözü dayanıb. Biri ön şəkilçi qəbul edib, digər isə sona artırılan şəkilçini qəbul edib. Kökləri eyni olduğuna görə biz bu tipli sözləri sinonim sözlər götürmürük. Yaxın mənalı götürə bilərsiniz, amma sinonim deməyəcəyik termin olaraq. Və yaxud da tutaq ki, deyirəm baməzə, məzəli. Ba şəkilçisi də elə li şəkilçisi ilə eyni mənanı verir. Burada uşaqlar, biz eyni kökdən yarandığına görə bu tipli sözlərin hər birini sinonim sözlər kimi götürməyəcəyik. Deyəcək ki, məna cəhətdən yaxındılar. Təbii ki, yaxın mənalı götürə bilərsiniz, amma sinonim terminini biz bunlara işlətməyəcəyik. Bir də uşaqlar, yadınızda qalsın, əsas nitq hissələrinin sinonimliyi olduğu kimi, köməkçi nitq hissələrinin və yaxud da şəkilçilərində sinonimliyi ola bilər. Köməkçi nitq hissələrindən, məsələn, tutaq ki, deyirəm ki, və şəkilçisi nitq hissəsi olaraq bağlayıcıdır, ilə də birləşdirmə bağlayıcısıdır. Hər ikisi birləşdirmə bağlayıcılardır. Və bunların funksiyaları, məsələn, deyirəm ki, Anar və Ayxan bizə gəlmişdi. Anar ilə Ayxan bizə gəlmişdi. Görürsünüz, hər ikisini işlədə bilirəm bir cümlədə. Əgər bunlar bir-birlərini əvəz edə bilirlərsə, demək ki, nitq hissələri olaraq da eyni zamanda köməkçi nitq hissəsi olmasının heç bir, necə deyim,
ayrıcalığı yoxdur burada. Köməkçi nitq hissəsidir. Bunlar bir-birini əvəz eləyə bilirlər, eyni funksiyanı daşıya bilirlər. Bəli, daşıya bilirlərsə, bunlara da biz sinonim deyə bilərik. Eyni zamanda uşaqlar, bax burada bu sözlərdə bisavadla savadsız sözündə və yaxud da baməzə ilə məzəli sözündə hər ikisində şəkilçilər işlənib. Görürsüz, bu şəkilçilərin funksiyası demək olar ki, eynidir. Eyni mənanı yaratmağa xidmət eləyirlər. Və yaxud da ba şəkilçisi ilə li şəkilçisi. Eyni mənanı yaratmağa xidmət eləyirlər. Eyni mənanı yaratmağa xidmət eləyən şəkilçiləri də biz sinonim şəkilçilər kimi götürəcəyik. Bu sözlərdə şəkilçilər sinonimdir bir-biri ilə, amma sözlər bir-biri ilə sinonim deyil. Niyə? Çünki eyni köklü sözlər olduğuna görə. Yəni, bir də təkrar edirəm. Bu tipli nümunələrdə bisavad, savadsız, baməzə, məzəli, bu tipli nümunələrdə şəkilçilər eyni funksiyanı daşıdıqlarına görə, yaxın funksiyanı daşıdıqlarına görə bunlar sinonim götürə bilərik. Amma sözlərin özünü sinonim kimi götürməyəcəyik. Belə, bir də uşaqlar bir şey qeyd edeyim sizə. Sinonimlik həm leksik sinonimliyi ola bilir, həm qrammatik sinonimliyi ola bilir. Əgər sinonimlik əsas nitq hissələri arasındadırsa, əsas nitq hissələri bir-birinə sinonimli təşkil edirsə, bunlara biz leksik sinonimli deyirik. Amma köməkçi nitq hissələri ilə şəkilçilər öz aralarında sinonimli təşkil edirsə, bunlara qrammatik sinonimli deyilir. Belə. Daha sonra keçirik antonimlərə. Uşaqlar, antonimlər də sinonimlər kimi eyni nitq hissəsi olaraq yaranmalıdırlar. Yəni, antonimlər də sinonimlər kimi eyni nitq hissəsi olmalıdırlar. Məna tayları eyni nitq hissəsi olmalıdır. Əgər məna tayları eyni nitq hissəsi deyilsə, biz onları antonim götürməyəcəyik. Antonimlər əks mənalı sözlərdir və nitq hissəsi olaraq eyni nitq hissəsinə malik olmalıdırlar. Məsələn, ağ sözünü deyirəmsə, bu nitq hissəsi olaraq sifətdir. Ağ çiçək. Necə çiçək? Ağ çiçək. Nitq hissəsi olaraq sifətdir. Buna mən antonim kimi götürdüyüm sözdə, məsələn, qara sözü, nitq hissəsi olaraq hansı nitq hissəsidir? Sifətdir. Yəni, mən məna taylarının hər ikisini eyni nitq hissəsi kimi götürməliyəm. Amma məsələn, tutaq ki, ağlıq sözü ilə qara sözünü mən antonim kimi götürə bilmərəm. Niyə? Çünki lıqlik şəkilçisini artırandan sonra mən ağ sözünün üstünə mən isim yaratmışam. Ağlıq. Nə? Ağlıq. Mən bunu qara sözü ilə antonim kimi götürə bilmərəm. Niyə? Çünki nitq hissələri fərqlidir. Biri isimdir, digəri sifətdir. Bu tipli sözləri bir-birindən antonim kimi götürməyəcəksiniz. Fikir verin ki, eyni nitq hissəsinə aid olsun. Bir də sinonimlərdə qeyd etdiklərimizi antonimdə də burada da qeyd eləyəcəm. Eyni köklü sözləri yenə də əgər bir sözdən yaranıbsa, şəkilçilər vasitəsilə yaranıbsa sözlər antonimlik. Bu zaman biz antonimlik götürmürük onu. Yəni əks məna əgər şəkilçilərlə yaradılıbsa, biz həmin sözləri antonim sözlər kimi götürməyəcəyik. Məsələn, tutaq ki, deyirəm duzlu, duzsuz. Bunlar bir-birinin məna cəhətdən əksi olsalar da, eyni kökdən yarandıqlarına görə hər ikisinin kökündə duz sözü dayanır. Eyni kökdən yarandıqlarına görə mən bunları antonim söz götürməyəcəm. Amma şəkilçiləri əks məna yaratdıqlarına görə şəkilçiləri antonim kimi götürəcəm. Çünki sinonimlərdə də mən bunu qeyd etmişdim sizə ki, uşaqlar, əgər şəkilçilər özləri antonimliyi və yaxud sinonimliyi yaradırsa, şəkilçilərin özlərinə antonim və yaxud sinonim götürə bilərsiniz. Amma duzlu və duzsuz sözünün özünü, sözlərin özünü isə antonim kimi götürməyəcəyik. Bunu da yadınızda saxlayın. Bir də sinonimlərdə qeyd etdiyimiz kimi, antonimlərdə də uşaqlar həm köməkçi nitq hissələri, həm əsas nitq hissələri, həm də şəkilçilər bir-birindən antonimlik təşkil edə bilərlər. Əgər antonim olanlar əsas nitq hissələrdirsə, hər iki məna tayı əsas nitq hissəsidirsə, bu zaman biz bunlara leksik antonimlik deyəcəyik. Əgər köməkçi nitq hissələri arasındadırsa və yaxud da şəkilçilər arasındadırsa, bu zaman deyəcəyik ki, antonimlik qrammatik antonimlikdir. Bu qədər uşaqlar. Sağ olun.
Ümid edirəm ki, dərsi başa düşdünüz. Əgər başa düşmədiyiniz hansısa bir məqam varsa, bu haqda şərh bölməsində mənim üçün qeyd edə bilərsiniz. Mən sizə cavab yazacağam mütləq. Sağ olun, hələlik.